Dərs zamanı qarşımıza çıxan maraqlı sözləri, onların mənasını, deyilişini və cümlədə istifadəsini sizinlə bölüşmək istədim. Birinci göstərilən söz jaywalk deyə səslənir. Jaywalk, yəni yolu icazə verilmədən yerdən və ya qırmızı işıqda piyada keçidi olmadan keçmək deməkdir. Yəni düzgün qaydaya uyğun yolu keçməmək mənasını ifadə edir. In English, it means to cross the street illegally. Bu sözə aid cümlələr deyək ki, yadımızda qalsın. Məsələn, deyək ki, qadağan olunmuş yerdən keçmə. Bu təhlükəlidir. Deyəcəyik ki, don't jaywalk. It's dangerous. Və ya deyək ki, o icazəsiz yerdən keçdiyi üçün cərimələndi. Deyəcəyik ki, he was fined for jaywalking. To be fined, cərimələnmək deməkdir. İkinci gördüyünüz söz hitchhiking. Hitchhiking deyə səslənir. Nə deməkdir? Yol kənarında maşın saxladaraq pulsuz getmək. Bu Azərbaycanda geniş yayılmayıb, amma xarici ölkələrdə bunu görmək olur. In English, it means the activity of traveling by asking drivers for the rides. Usually by standing on the side of the road and signaling with your thumb. Məsələn, deyək ki, o növbəti şəhərə avtostopla, yəni maşın saxladaraq gedir. Deyəcəyik ki, he is hitchhiking, bu dəqiqə gedirsə, he is hitchhiking to the next town. Və ya deyək ki, avtostop, yəni maşın saxladaraq getmək ucuzdur, amma risklidir. Hitchhiking is cheap but risky. Üçüncü söz isə horse deyə oxunur. Bu bizə at sözünü yadımıza sala bilər, amma gördüyünüz kimi yazılış forması tamamilə fərqlidir. Horse nə deməkdir? Horse səsi batmış və ya xırıltılı səsli mənasını ifadə edir. Əsasən səbəblər soyuqdan və ya qripdən, çox qışqırmaqdan və ya çox danışmaqdan və ya siqaret çəkməkdən yaranan xışıltı səsi, daha doğrusu xırıltı səsi və ya səsi batmaq mənasını ifadə edir. In English, having a rough, weak or harsh voice. Məsələn, necə deyərik, o soyuq dəyməyə görə və ya soyuğa görə səsi xırıltılı gəlirdi. Səsi batmış idi və yaxud da ki. Deyəcəyik ki, she sounded hoarse because of a cold. Və yaxud da ki, o səsi batmış şəkildə xırıltılı səslə danışırdı. He spoke in a hoarse voice. He spoke in a hoarse voice. Bəs siz bu sözlərdən hansıları bilirdiniz?